Hörmətli izləyicilərimiz, mən Əliyev Fəxr Həyatoğlu, Könüllü İctimai Birliyin Ucar rayon təşkilatının üzvü, birliyimizin yaradıcısı Tayyar Zülfüqarov cənabları başda olmaqla, birliyimizin adından ilk öncə 2025-ci il Dünya Azərbaycanlıları Həmrəylik günü münasibəti ilə Azərbaycan xalqımızı, millətimizi, başda şəhid ailələri, qazi ailələri, veteran ailələri olmaqla təbrik edirəm və qarşıdan gələn 2026-cı il münasibəti ilə, yeni il, at ili münasibəti ilə bütün xalqımızı səmimi qəlbdən təbrik edirəm və arzu edirəm ki, xalqımız 2026-cı ildə xoş, viravan, can sağlığı ilə yaşasın, müharibələr olmasın, xalqımızın uğurları bol olsun. At ili bizlər üçün atalar demiş muraddır, xalqımızın hər biri öz muradına çatsın. Diqqətiniz üçün təşəkkürlər. Ucar rayon təşkilatının üzvü Elfaq Əliyev.